Gedirlər, hara gedir? Yusuf İmanov getdi, Kosova çempionatı bizim səviyyədə. Hər halda oyunda olur da, praktikası olur. Yəni elə seçim etmək lazımdır ki, o çempionatın bir ağırlığı Gəncdir, cavandır, hələ öyle oradan bəlkə başqa bizdə var idi, gedirlər Pribaltikada 2 klubda oynayıb, gəlirlər, yəni bəhbəli. Bəşər, Mahir Əmrəli Avropanı gəzə-gəzə gəldi. Mahirin problemi başqadır. Mahirin problemi başqadır. Mahir oynamaq istəyir. Sadəcə buna güvənmirlər və nəyə görə güvənmirlər? Oynamaq istəmir. Zədəli milliyə gələndə zədəli oynayıb. Deyiblər ki, oynama, az oyna, 90 dəqiqə oynayıb. Ona görə də baş məşqçi deyir ki, mənim sözümü eşitmirsənsə, sən mənə lazım deyilsən. Və bildiyim qədər Mahir yanvarda ayrılacaq. Evet, salam, bu da belə, yarım illə belə get. Yeni komanda axtaracaq. Oynatmırsan, niyə eləməlidir, Qaqar müəllim? Oturub vaxtını gözləməlidir, o da alınmır. Mahir bizim yığmanın belə deyək, vuran ayağıdır. Vallahi son oyunlarda hansı vuran ayağı? Vurmayıb da, oynamayıb da. 4-3 ayda oynamıyor. Oynamıyor, yemək gətirib start heyətinə. Olanımız odur da. Niyə onda oyunu təcrübəsi, praktikası olan Renat Dadaşov niyə qoymadın oyuna? İntiramsızlıq elədi. Siz o detalı bilirsiniz də. Deməli, məşqçi ilə oyunçu arasında nə yarandı? Problem yarandı da. Ayxan Abbasovun bir cəhəti mən söyləyəm, intizamı sevəndir. Samir Abbasov intizamı sevəndir. Heç bir futbolçu yığmadan yüksək top dura bilməz. Sənə deyilib ki... Yox, əgər Mahir Əmrəli hazır deyilsə, bunu oynat da. Bu da inciməyə haqqı var da. Amma gəlmədi də, gecikdi millinin düşərgəsinə. Millinin düşərgəsinə gecikdi və dedi ki, məşqlərə qatılmadı, acıq elədi. Yəni, özünü daha yüksəkdə. Amma heç bir futbolçu yığmadan, millidən üstündə dura bilməz. Üstün dura bilməz.